Salam, keçirik nisbi sürətin B variantına. K nöqtəsindən X oxu boyunca hərəkətə başlayaraq 5 saniyə ərzində M nöqtəsinə çatan cismin orta sürətini tapın. Orta sürət nə idi? S ümumi bölünsün T ümumi. İndi gəlirəm S ümumini axtarmağa. K-dan başlayıb M-ə gəlibsə, məsafə nə qədər olacaq? Sondan başlanğıcı çıxıram. 100-dən çıxdıq 20-sin, qaldı 80. 80 oldu ümumi yolumuz. Məsafəni də 5 saniyə veribsə, deməli nə edirik? 80-i 5-ə bölürük. Bu da bizə verir 16 C variantı. İkinci sualda. Qatar yerə nəzərən 10 sürətlə hərəkət edir. Gəlin bunu çək-çək göstərək, bir-bir qeyd edək. Bu sualları çalışın ki, məsələni yaxşı başa düşəsiniz, nə demək istədiyini. Qatar yerə nəzərən 10 sürətlə hərəkət edir. V qatar bərabərdir 10-a. Qatara nəzərən onun hərəkəti istiqamətində 0,6 sürətlə hərəkət. Deməli, sərnişinə yazıram V sərnişin, ancaq sərnişinin sürəti 0,6 deyil ha. Sərnişinin qatara nəzərən sürəti 0,6-dır. Onda nə edirik? Sərnişinin sürətini olduğu kimi saxlayırıq. Qatarın nəzərən dediyi üçün kimə nəzərəndir? Qatara nəzərən. Onda qatarın sürətinin işarəsini dəyişirik. Yazırıq 10 V elə 10 bərabərdir 0,6. Onda sərnişinin yerə nəzərən sürəti olacaq 10,6 Y variantı. 3-ə baxaq. Cisim AB yolunda orta sürətini hesablayaq. Cismin A-dan B-yə gələnə qədər 300 burada var, 200 burada var. Toplam 500 metr məsafə qət elədi. Və nə qədər zamana? 20 burada 5 saniyə, 25 saniyədə. Bu da eləyəcək ki, 20 C variantı. Qatar uzunluğu 300 km olan yolun bir hissəsini 2 saata, qalan hissəsini 3 saata getdisə, bütün yoldakı orta sürəti tapaq. Elə variant kilometr saata verildiyi üçün çevirməyəcəm. Ümumi yolumuz nə qədərdir? 300-dür. Ümumi zamanımız nə qədərdir? 2 saat 1-dir, 3 saat 1-dir. Toplam 5 saatdır. Bu da eləyəcək 60 C variantı. 5-dən Bakıdan Şəkiyə hərəkət edən avtomobil. Gəlin, çəkək. Avtomobil Bakıdan Şəkiyə hərəkət edir. İlk 100 km yolu 1 saata, qalan 240 km yolu 3 saata gedərsə, bütün yolda orta sürət. Bütün yolumuz nəyə bərabərdir? 100 km burada var, 240 km burada var. Toplam oldu 340 km. Bölürük ümumi zamana. Zamanımız nəyə bərabərdir? 1 burada var, 3 burada var, 4-ə bərabərdir. Bu da oldu nə? 8 tam orta sürətini tapın. Bir dəqiqə, nəysə səhv eləmədik ki. Şəkiyə hərəkət edir. İlk 100 km yolu 1 saata, qalan 240 km yolu 3 saata gedərsə, toplam oldu 340 km. 340-ı da böldük 4-ə, eləyir 85. Bu da bu variantı. 5 də oldu bu variantı. Problem yoxdur. Davam edək. 6-da. Maşın 150 km yolu 2 saata, sonraki həmin yolu... Aha, bir də yazaq. Ümumi yolumuz nə qədərdir? Deyir 150 km 2 saata, sonra isə həmin yolu 3 saata geri qayıdarsa, bütün yolda. Deməli 150-ni bu adam bir dəfə getdi, bir dəfə qayıtdı. Ümumi yolumuz nəyə bərabərdir? 300-ə. Ümumi yola yazıram 300. İndi gəlirəm zamana. Birincini 2 saata getmişdi, sonra 3 saata. Toplam oldu 5 saat. Bu da elədir 60 C variantı. 7-yə baxaq. Durğun sudakı sürəti 10 olan qayıq. Və bu səfər bu qayığın artıq özünün sürətidir. Çayın axınına qarşı 10 saniyə ərzində 80 metr yol gedirsə, bax, buradakı ümumi sürəti tapaq. 80-i bölürük, ona eləyir 8. Və ümumi bərabər elədi 8-ə. İndi deyir ki, çayın axınına qarşı. Çayın axınına qarşı deyirsə, onda yazıram ki, V qayıq çıxılsın V çay bərabər olmalıdır 8-ə. Qayığın yerinə 10 yazsam, ondan da nəyi çıxsam 8 qalar, 2-ni çıxsam. Deməli, çayın sürəti nəyə bərabərdir? 2-yə bərabərdir.
Sükunət vəziyyətindən düz xətli bərabər təcili hərəkətə başlayan cisim 1-ci saniyədə s məsafəni qət edərsə, 3-cü saniyədə nə qədər məsafə qət eləyər? Deməli, bərabər təcili hərəkət edir və sükunətdəndirsə, deməli, yeyinləşən hərəkət edir. Onda nə edirik? 1-ci saniyədə cisim s qədər gedəndə, 2-ci saniyədə gedir 3s qədər, 3-cü saniyədə gedir 5s qədər, sonra 7s qədər. Toplam, yəni bax, gedilən məsafələr bərabər təcili hərəkətdə tək ədədlərin nisbətində artır. Ona görə bizə deyir ki, 1-ci saniyədə s məsafə qət edirsə, 3-cü saniyədə nə qədər gedir? 1-də s-dirsə, 3-cü saniyədə olacaq 5 dənə s, B variantı. 9-a baxaq. Sükunət halından yenə də bərabər təcili hərəkət edirsə, 5-ci saniyədə getdiyi yol 3-cü saniyədə getdiyi yola nisbəti. Baxın, cıcı şəkilçisi varsa, və bunu düsturla da n-ci saniyədir, düsturu yerinə qoyub yazara bilərsiniz. Mən istəyirəm bu səfər bayaqki metodla gedim. Bax, 1-ci saniyədə əgər cisim s qədər, 2-ci saniyədə 3s qədər, 4-də 5s, 3-də 5s, 4-də 7s, sonra gəlir 9s gedirsə. Onda nə edirik? Əvvəlcə 5-ci saniyədə gedilən yolu tapırıq. 1, 2, 3, 4, 5. 5-ci saniyə nə qədər oldu? 9s. Yazıram 9s. Bölürəm. İndi 3-ə baxıram. 1, 2, 3. 3-də də oldu 5s. S-lər ixtisar getdi, yerdə qaldı 9 bölünsün. 5-dən 10-cu suala baxaq. Avtobus yerə nəzərən sükunətdədir. 0. Jiguli və yük maşını isə eyni sürətlə hərəkət edir. Məsələn, Jiguli də deyək ki, 10-la gedir, yük maşını da 10-la gedir. Davam edək. Eyni sürətlə hərəkət. Əgər hesablama cismi Jiguli seçilərsə, bu nə deməkdir? Hesablama cisminin hər zaman istiqamətini dəyişirik. Jiguli hesablamadısa, onun istiqamətini dəyişirik. Onda aşağıdakı ifadələrdən hansı və ya hansıları doğru olar? 1-ə baxıram. Avtobus Jigilidən uzaqlaşır. Bəli. Niyə? Çünki baxın, avtobus onsuz da sükunətdədir, düzdür? Yazıram avtobusun sürətinə 0. Jigulinin sürətinə də yazıram -10. Çünki sola doğru gedir axı. Nəhayətində 10 sürətlə bir-birindən aralaşırlar, uzaqlaşırlar. Yəni avtobus Jigulidən uzaqlaşır. Biraz da gəlin məntiqlə baxaq. Avtobus burada dayanıb, Jiguli onunla irəliyə doğru gedirsə, təbii ki, uzaqlaşacaq da ondan. Yəni Jigulidəki bir şəxs maşının arxasından avtobusa baxanda görəcək ki, avtobus ondan uzaqlaşır. Sadəcə Jigulidə oturan şəxs avtobusa baxanda elə fərz edəcək ki, avtobus geriyə gedir. Mənfiyə doğru gedir. Bir xəyal eləyin, sanki geriyə gedirmiş kimi görəcək. 1 doğrudur. Gəldim 2-yə. Yük maşını Jiguliyə nəzərən sükunətdə qalar. Bəli, yük maşını Jiguliyə nəzərən sükunətdə qalar. Çünki ikisi də eyni sürətlə gedirlər. Yəni aradakı məsafə heç dəyişmir. Sanki ikisi də dayanmışlar kimi. Elə fərz edin ki, paralel 2 dənə avtomobil gedir və hər ikisi 60-la gedir. Eyni sürətlə gedirsə, bir-birini sükunətdə görəcəklər də. Sanki bir-birini əlindən də tuta bilərlər. Çünki onsuz da eyni sürətlə gedirlər. Problem olmayacaq. Davam edək. 2-ni də doğru götürük. Avtobus Jiguliyə yaxınlaşar. Xeyr, avtobus Jiguliyə necə yaxınlaşar ki? Lap da uzaqlaşırlar. Yük maşını Jiguliyə xeyr, bunlar da ümumiyyətlə yaxınlaşa bilməzlər. Bu da oldu sadəcə 1 və 2 A variantı. Gəlirik 11-ci suala. Düz xətli hərəkət edən cismlərin sürətlərinin proyeksiyalarının zamandan asılı qrafiyi verilib. Birinci cismin ikinci cismə nəzərən sürətinin proyeksiyasını hesablayın. Bu nə deməkdir? Birinci cismin sürəti 5-dir, ikinci cismin sürəti -5-dir. Birinci cismin 2-yə nəzərən, kimə nəzərən, 2-yə nəzərən. Onda 1-i olduğu kimi saxlayıram, 2-nin işarəsini dəyişirəm. Mənfi deyil, müsbət 10 eləyirəm. Bu da bərabər olur müsbət 15-ə, Y variantı. Düz xətlə hərəkət edən 2 dənə cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiyi verilir. Müşahidə anından 10 saniyə sonra birinci cismin ikinci cismə nəzərən 10 saniyə sonra birinci cismin sürəti nəyə bərabərdir? 25-ə. Hansı 25-ə? Müsbət 25-ə. İkinci cismin sürəti nəyə bərabərdir? 10-a. Hansı 10-a? Mənfi 10-a. Baxın, burada karıxıb deltanı götürməyin. Niyə? Çünki bizdən həmin andakı sürəti istəyir, ani sürəti. Yəni, bu nədən başlayıb, onun məsələyə nə dəxli var ki? Davam edir. Hansı sürət? Mənfi 10. Bu da belə. Sonra deyir ki, birinci cismin 2-yə nəzərən. Yəni, 1-i olduğu kimi saxlayıram, ikinciyə nəzərən. 2-ni dəyişirəm. 2 mənfidir, mən bunu müsbət 10 eləyirəm.
Müsbət 25 ilə də müsbət 10 toplanır, olur 35. Hansı 35? Müsbət 35. 13-cü suala baxaq. 13-cü sualda bizə sürətin tənliyi verilib və deyir 20 saniyə müddətində orta sürəti tapın. Orta sürətin düsturu dəyişmir. S ümumi bölünsün T ümumi. S-in yerinə nə yazırıq? S-in tənliyini gəlin yazaq. Yolu tapmaq üçün. V0T üstə gəlsin A T kvadratı böl 2. Zamanın da yerinə T yazırıq. Gəlin bir-bir yerləşdirək. V0-ı nə veriblər bizə? 4 veriblər. Vururam 20-yə, eləyir 80. Bu oldu 80. Üstə gəlsin. A-nın yerində nə var? 2. 2 ilə 2 ixtisar gedir. T kvadratı da nə eləyir? 400. Burada yazıram 400. Bölünsün T-nin də yerində var 20. Baxıram 400 ilə 80-i topladım. Elədi 480. Bunu da böldük 20-yə. Bu da elədi 24. D variantı. Cismin sürəti verilib. 2 saniyə müddətində cismin orta sürətini hesablayın. Nə edirik? Yenə də S ümumini bölürük T ümumiyə. Baxıram ki, S ümumidə başlanğıc sürət var, ancaq deməli başlanğıc sürət 2-dir, təcil 1-dir. Gəlin yazaq da. S bərabərdir. V0T üstə gəlsin, AT kvadratı bölünsün 2. Bunu da bölürük bir dəfə zamana T-yə. Baxaq, V0-ın yerində 2 var. 2-ni vuruq T-yə 4. Üstə gəlirik. Təcilin yerində 1 var. 1 A-nın yerində, T-nin yerində 2-nin kvadratı olan 4 bölünsün 2. Buradan da ixtisar oldu 2. 4-ün də üstünə 2 gəldim, elədi 6. Bu oldu bizim yolumuz. Zamanın da yerinə 2 qoysaq, bu da eləyəcək 3 C variantı. Sükunət vəziyyətindən 2 təcillə bərabər təcilli hərəkətə başlayan avtomobil 14-cü saniyədə getdiyi yol 11-ci saniyədə getdiyi yoldan nə qədər çoxdur? Cıc şəkilçisi varsa nə edirik? N-ci saniyə düsturundan istifadə edirik. S14 bərabərdir. Təcilin yerinə 2 yazıram. 2 vurulsun 14, çıxılsın 1. Düsturu yəqin ki, artıq bilirsiniz. Mən bir də yazmadım. Bilmirsinizsə əzbərləyin, çünki vacibdir. Bölürük 2-yə. Bu ikilər ixtisar gedir. 2-ni vurdum 14-ə, elədi 28. 28-dən də 1-i çıxdım, elədi 27. Bu oldu 27. Bunu yazdıq kənarda, dursun bir kənarda. Gəlirəm 11-ci saniyəyə. S11 bərabərdir. Təcilin yerinə 2 yazıram. 2 vurulsun 11, çıxılsın 1, bölünsün 2. 2-lər yenə də gedir. 2-ni vuranda 11-ə eləyir 22. 22-dən də 1-in çıxdım, qaldı 21. İndi nə edirik? 27-ni də 21-ə bölürük. Nə qədər çoxdur? Yox, bölmürük. Nə qədər dediyi üçün çıxırıq. 27-dən də 21-i çıxdıq, 6 qaldı. C variantı. 16-ya baxaq. Düz xətli hərəkət edən avtomobil 120 km yolu 1 saata. Sonrakı 30 km yolu 0,1 saata gedərsə, orta sürət nəyə bərabərdir? S ümumi bölünsün T ümumi. Ümumi yol nə qədərdir? 121 gedib, 31 gedib. Topladım, elədi 150 km. Elə variantı da onsuz da cavabı da kilometrlə istəyir. Sonra ümumi zaman nə qədərdir? 1 saat 1-dir, 0,5 1-dir. 1,5-ə. Bu da elədi 15 minə bərabər oldu bu da. Neçə dəqiqə min mi oldu? 15 100 üzrlü sayın 100-ə bərabər oldu bu da. 17. Düz xətli hərəkət edən avtomobil 80 km yolu 50 dəqiqə, sonrakı 10 km yolu isə 10 dəqiqə müddətində getmişdir. Bu səfər orta sürəti metr bölünsün saniyə ilə istəyir. S ümumi bölünsün T ümumidən. S-in yerinə yazıram. 81 gedib, 11 gedib. Toplam olub nə qədər? 90 km. Onda nə edirəm? 90-ı bir dəfə də minə vururam. Çünki məndən metrlə istəyir. Böldük. Zaman 50 dəqiqə 1 gedib, 10 dəqiqə 1 gedib. Toplam oldu 60 dəqiqə. Bunu da nə edirik? Saniyəyə çevirmək üçün bir dəfə də 60-a vururuq. Və ixtisarlarımız getdi. Buradan 3-ə böldük, qaldı 300. 2 burada, 2 də burada, burada da 100. Yuxarıda qaldı 100, aşağıda qaldı 4. Bu da bizə verəcək 25. Baxaq. Deməli, 18-ci sualda
ABCD trayektoriyası üzrə A-dan D-yə bir cisim gəlirsə və bizdən yer dəyişməyə görə orta sürəti istəyirsə, əvvəlcə nə edəcəm? Yer dəyişməni tapacam. Yer dəyişməni tapmaq üçün baxıram ki, bu 3-dür, problem deyil. Ancaq buna da bir x yazsam, görürəm burada bir üçbucaq var. Gəlin üçbucağa baxaq. Üçbucağın hipotenuzu 5-dir. Katetin biri 4-dürsə, Pifaqora girib görəsiniz ki, digər tərəf 3-dür. Ancaq Pifaqora girməmək üçün yadınızdadırmı dərs izahlarda nə deyirdik? 3, 4, 5 tərəfi var idi ya üçbucaqlarda. Bax burada 5 də var, 4 də var, deməli bura 3 olacaq. Yenə də istəyirsə Pifaqora girin. Deməli topladıq, elədi 6. Yer dəyişməmiz oldu 6. Zamanı da bizə veribsə 4. Onda nə edirik? 6-nı da 4-ə bölürük, eləyir 1,5. Gəlirəm 19-cu suala. 19-cu sualda yenə n-ci saniyə düsturudur. Bunu iki metodla işləyə bilərik əslində. Gəlin bir dəfə düsturla işləyək. Bir dəfə düsturla işləyək. Sonra bir dəfə də asan qayda ilə işləyək. Bax, 7-ci, 7-ci saniyədə 39 yol gedibsə, n-ci saniyə düsturunu yazıram. 39 bərabərdir. Deməli, artıq mən düsturu birə-bir yazmıram. Bayaqdan neçə dəfə yazmışıq. Yəqin ki, düsturu əzbər bilirsiniz. Bilmirsinizsə öyrənin. Çünki vacibdir. Baxırıq, A-nın yerinə nə yazıram? A, 2n, n-in də yerində 7 var. 2 vurulsun 7-dən 14. Çıxılsın 1, bölünsün 2. Buradan eləyir 10A, 13 böl 2. Təcili tapmaq üçün nə edirəm? 2-ni vurma kimi, 13-ü bölmə kimi atıram. Bu da eləyir 3 vurulsun 2-dən 6. Yəni A təcil bərabərdir 6-ya. Sonra başlanğıc sürəti 0 verir. V0 bərabərdir 0-a. Zamanı indi isə deyir 7-ci saniyədə gedilən yol. 7 saniyədə. Bayaqdan cıcı söhbəti var idi. İndi o 7 saniyədə gedilən yolu soruşur. T bərabərdir 7-dən. Nə edirik? S bərabərdir A t kvadratı böl 2-dən. A-nın yerində 6. 6-nı da 2-yə böldüm. 3 qaldı. 3-ü də vuram 7-nin kvadratı 49-a. Bu da bizə verir 147. Və indi gəlin bir dəfə də asan pratik qayda ilə gedək. Sizə hansı rahatdır ondan işləyin. Bu düstur üsulu idi. Sonra cisim bərabər təcili hərəkət edirsə, birinci saniyədə S qədər gedəndə, ikinci saniyədə 3S qədər gedəcək, sonra 5S qədər gedəcək, sonra 7S gedəcək, sonra 9S, 11S, 13S, tək rəqəmlər nisbətində 15S. Hələlik bu qədər bəsdir. İndi nə deyir? Deyir 7-ci saniyədə 1, 2, 3, 4, 5, 6, 7. 7-ci saniyə nə elədi? 13S. 13S bərabərdir nəyə? 39-a. Onda S nəyə bərabərdir? 3-ə. S bərabərdir 3-ə. İndi isə bizə deyir 7 saniyədə ümumən nə qədər yol gedib? Baxın, S burada, 3S burada. Topladım oldu 4S. 5S də burada 9S. 7 də burada 16S. 9 da burada 25, 36, 49. Toplam 49 S edir. S-in biri 3-dürsə, 49-u da vururam 3-ə. Bu cür də hesablaya bilərsiniz.